Salam əziz dəyərli izləyicilər. Bugün sizə qız bürcünü təqdim edirəm əzizlərim. Əziz qız bürcü nümayəndələri, yeni fürsətlər, dərin dərslərlə dolu bir dövrdür əzizlərim. Hər yeni gün həyatınızda yeni məlumatlar ola biləcək, yeni təcrübələriniz ola biləcək. Gözəl, dərin dərslər gətirə biləcək qarşınıza. Öz daxili səsinizə çalışın bu həftə. Qulaq asın, hər detalı diqqətlə analiz edin əzizlərim. Yəni, qız bürcü bu deməkdir ki, sizin incəlikləri hiss edirsiniz. Hər şey ağılla dəyərləndirməyi bacarırsınız. Ona görə də bu həftə çalışın ki, öz potensialınızı tam istifadə edin əzizlərim. Sizin elə bir idarə edici planetiniz, hər dəfə vurğulayıram deyəsən bunu əzizlərim, sizin idarə edici planetiniz Merkuri bu həftə ünsiyyət qabiliyyətinizi, düşüncələrinizi zirvəyə çatdıra bilər. Sözləriniz, fikirləriniz daha da aydın, daha da kəskin ola biləcək bu həftə. Bax, yavaş-yavaş bəzilərinizin özünüzə inamınız artır. Duyğusal dünyanızı zənginləşdirə bilirsiniz. Həm məntiq tərəfdən, həm də emosional tarazlığı təmin etməyi bacarırsınız bəziləriniz. Planlarınızda, bax, çoxlu planlarınız, xəyallarınız var. Gözlənilməz bir dəyişikliklər, ani yeniliklər ola biləcək. Hər bir dəyişiklik sizi yeni perspektivlər aça bilər qarşınızda. Bax, kainat da deyərdim ki, siz üçün hər an yeni bir məlumatlar, fürsətlər təqdim edə biləcək. Çalışın intuisiyanıza qulaq asın, hər detalı da diqqətlə izləyin, diqqətlə yetirin. İş yerində, şəxsi biznesinizdə uzun zamandır düşündüyünüz layihələr ki var, onu reallaşdıra biləcəksiniz. Gözəl bir qabiliyyətinizlə, incə müşahidə gücünüzlə rəhbərlik tərəfindən və ətrafında çevrəndəki insanlar tərəfindən qiymətləndiriləcəksiniz. Lakin sizin uğurlarınıza bəzi həmkarlarınız qısqanclıqla yanaşacaq. Amma siz də buna baxaraq ani qərarlar verməyin. Hər təklifi, hər vəziyyəti, yəni yoxlayaraq, hər bir detalı yoxlayın deyirəm. İş nəticəsində əlavə gəlir bonusları əldə edəcəksiniz. İmpulsiv maliyyə qərarlarından çalışın, qaçın. Yeni təkliflər, layihələri 2 dəfə yoxlayın əzizlərim. Tanımadığınız insanlara güvənməyəcəksiniz. Nadir halda yəni ürəyinizə yatan dostlarınız olur. Yalan dolan insanlardan həyatınıza girsə də belə uzaqlaşacaqsınız. Çox zaman bəziniz sevgi həyatınızda uduzursunuz. Çünki sizin o mərhəmətinizdən, saflığınızla insanı o dəqiqə tanıya bilmirsiniz. Ya da sıxıntılarınız olur sevgi həyatınızda. Doğrunun arxasınca gedəcəksiniz. Yalanlara dözə bilmirsiniz. Dostunuz, rəfiqəniz üçün özünüzü yora bilərsiniz. Olumsuzluq üzərindən, yəni onun üzərindən, öhdəsindən gələcəksiniz. Hərdən o qədər əsəbi olursunuz ki, öz əsəbinizə hakim ola bilmirsiniz bəziləriniz. Aqressiv olursunuz. Buğa, xərçəng bürcünə çox uyumlu gəlir, yola gedə bilərsiniz. Əgər bir-birinizə qarşı, hətta dolça bürcüdə, əgər sadiq olarsınızsa və ya qarşı tərəfdə sadiq olarsa, anlaşmalar ola bilər aranızda. Hər burcla anlaşa bilmirsiniz siz əzizlərim. Bəziləriniz, bax, bəzi qadınlar, yəni bu aprel ayından hamilə qala bilərsiniz. Kişilər də, bax, estetik dəyişikliklər, əməliyyatlar ola bilər bəzi kişilər üçün. Yüklü ödəmələrinizi edə biləcəksiniz. Çalışın bu həftə sədəqə verin sizlər. Bu aralar əlinizdən çox maddiyyat çıxa bilər. Bəziniz elə bir 2 il, bəziniz 5 il ola bilər ki, ala bilmədiyiniz bəlkə də mal, mülk paylaşması və ya təzminat da bəlkə də ala bilmədiklərinizi ala biləcəksiniz. Ayın 15-dən sonra bəzi istədiyiniz əldə edə bilərsiniz. Amma may ayından, elə bir mayın ortasından sonra bəzi məsələlərlə əlaqəli haqqınızı arayacaqsınız.
Çalışın indidən gedib yanlış insanlarla iş etməyin. Yaxşıca bir araşdırın. Yəni bəzi məsələləri mən necə əldə eləyə bilərəm? Bilgi əldə toplayın. Proqramlı düşünün. Yəni proqramlı, planlı düşünün. Sonra haqqınızı ala biləcəksiniz. Yəni indidən bəzi planlar qurun, həyatınızda çalışın. Bax, işlə əlaqəli bəzi gəlirləriniz, imkanlarınız ola biləcək. Bəziləriniz bəlkə də təmir işlərinə məşğulsuz, tikintidə işləyirsiniz. Bəzi bonuslarla, yəni gəlirlə əlaqəli bonuslar əldə edə biləcəksiniz. Bəzi dostlar var ki, güvəndiyiniz, inandığınız bəzi insanlar var, arxından iş çevirə bilərlər. Bəlkə də vaxtı ikən, keçmişdə də arxanızdan bəzi işlər gedib çətinliyə salmışlar sizi. Ona görə də bəzi dostluğu, bəzi yoldaşlığı bitirdiniz siz. Bəzi şeylər var ki, unutmaq istəmədikləriniz var ki, onları artıq unudacaqsınız. Xəyal qırıqlıqları yaşadınız, ikiləmdə qaldığınız məsələlər oldu. İşbirliyi etmək istəyəcəksiniz, amma biri ilə artıq istəməyəcəksiniz o işbirliyi etmək. Fikir, düşüncələriniz dəyişmiş, çətin olan bir işi edəcəksiniz. Evliliyi düşünürsünüz, lakin evliliyi düşündüyünüz insana qarşı biraz şübhələriniz var, biraz şübhəçilik var sizdə. Təklif gözləyirsiniz, hərəkətə keçəcəksiniz. Çalışın o evliliyə də tələsik hərəkət, tələsik addımlar atmayın. Düşünün, baxın. Çox insana köməyiniz deyir. Zamanı dəyərləndirəcəksiniz. Qorxular var ki, qarşınızda vəsvəsələr, onları həll edəcəksiniz. Qorxulardan keçəcək, üzərinə gedəcəksiniz. Özünüzü düşünəcəksiniz. Yəni özünüzü bu həftə çox düşünəcəksiniz əzizlərim. Bir ikinci evliliyi də düşünən biriləri var. Çünki birinci evlilikdə canınız yandı deyə yəni arxandan çox işlər keçdi. İkinci evliliyə yəni biraz qorxu var içinizdə. Məhkəməniz varsa məhkəmənizi qazanacaqsınız. Bir şahid varsa da sizə tərəf ola biləcək. Sizin lehinizə danışacaq. İki iş təklifləri olacaq. İki iş təkliflərini həll edəcəksiniz. Amma iki iş təklifindən birini seçirsiniz. Borcunuz varsa yavaş-yavaş borclarınızı bağlayacaqsınız. Bu aralar vergi ilə borc ödəmə işləriniz ola biləcək. Biraz diqqətli olmaq gərəkir sizlər üçün bu bir ay, yəni ay yarım biraz diqqətli olun. Bəzinizə əməliyyat, ailə içindən birilə əməliyyata da gedə bilər. Baş ağrısı, göbəkdən aşağı biraz diqqət edin, ağrılarınız ola bilər. Yəni vaxtı ikən ağladınız, heç kim də bilmədi, heç kimə dərdinizi danışmadınız. Kimdə haqqınız varsa haqqınızı alırsınız, kimə haqqınız varsa o haqqınızı verə biləcəksiniz. Bir canlanma ola biləcək. Başlanğıc edəcəksiniz, macaraçı, qorxusuz olacaqsınız. Buraxması gərəkən bəzi şeyləri buraxacaqsınız. Yollarınız, işləriniz, dəyişikliklər, məzuniyyət, ezamiyyətə gedən ola biləcək. İki insanla söhbət edirsiniz, önəmli xəbər alırsınız. Müalicəyə gedəniniz ola biləcək, sizdən kömək istəyən ola bilər. Vacib işlərinizi edirsiniz, elə bir anidən qonaq gələ bilər. Narahat edən hər şeyi keçmişdə qoyacaqsınız. Yorğunsunuz, zəfər gözləyirsiniz, narahatlıq var içinizdə. Ya səbir Allah, üzr istəyirəm qat-qat sizdən. Ədalətli çox olacaqsınız. Üçüncü gün əlinizə bir maddiyyat gələ bilər. Dolça, tərəzi, əkizlər bürcünə sizə xəbər gətirən ola biləcək. Sevindirici bir xəbər ola bilər. Xərçəng, əqrəb, balıqlar, xəyallarınız, planlar qurursunuz. Aranızda bəzi mübahisələr də ola bilər. Buna da diqqət edin. Hərbiçi olan birilərlə söhbətiniz ola biləcək və ya dövlət işində işləyən birilə söhbətiniz ola biləcək. Maddiyyatla əlaqəli biraz əsəbi ola biləcəksiniz. Düşündüyün kimi olmaya bilər. Bəzi məsələləri bir məsləhət içində bax bir qadının yanına gedirsiniz elə bir. Bəlkə də baxdırırsınız taronun, kartıq çıxdı burada taro. Bəlkə də nəysə işinizdən ötürü gedəcəksiniz. Vacib bir söz eşitmək istəyirsiniz, övladınla məşğul olacaqsınız bu aralar. Əqrəb, balıq qadından, xərçəng qadından elə bir söhbətiniz ola biləcək. Çox işləriniz ola biləcək. Gözəllik salonuna gedib bir dəyişik edəcəksiniz.
Qoç şir oxatanla bir sevincin ola biləcək. Həftə necə keçəcək, zaman necə qaçırsa siz bilmirsiniz elə bir. Yəni siz üçün tez olacaq hər bir şeylər qaçır elə bir. Narahatlıq var. Müdiriyyətlə əlaqəli işiniz ola bilər, belə danışığınız ola bilər. Bir vəziyyətdən çıxacaqsınız, uğur sizinlə ola biləcək səbr etdiyinizə görə. Bir aldanma, aldadılma var, ona hiləgər biriləri var. Biraz ona qarşı diqqətli olun. Sağlıqla bax müalicəyə xərcləriniz çıxa bilər. Xroniki xəstəlikləriniz varsa da xərciniz çıxa bilər biraz. Yeni işə keçməyiniz var. Alma satmanla ola biləcək. Bəlkə də bir maşını satmaq istəyəcəksiniz və ya almaq istəyəcəksiniz. Yenə deyirəm ki, əlavə gəliriniz də ola biləcək. Subay qız bürcündənsinizsə, sosial tədbirlərdə gündəlik ünsiyyət zamanı biri ilə bir tanışlıq, dərin bir tanışlıq yarana bilər. Qarşınıza çıxan insanın səmiyyətini, dərinliyini, niyyətlərini diqqətlə qiymətləndir və yanlış yola addım atmayın, çalışın əzizlərim, sizin ziyanınıza ola bilər. Ya artıq münasibətdə partnyorunuzla varsa da biraz aranızda incilik olmuş, məsafə var, müzakirə etmək istəyəcəksiniz. Bu müzakirədən sonra münasibətinizi dərinləşdirəcəksiniz yaxşıya doğru. Keçmişdən qalan hissləriniz, əlaqələr yenidən gündəminizə çıxa biləcək. Ani keçmişin yükündən azad olacaqsınız. Gələcəyə önünüzə baxaraq gözəl addımlar atırsınız və atdığınız addımlara qiymətləndirəcəksiniz əzizlərim. Münasibətlərinizdə də aydın ifadələrinizlə irəliyə doğru gedirsiniz. İkiyüzlü insanlardan, gizli məqsədlərə qarşı olan insanlara qarşı çalışın bu həftə ayıq olun əzizlərim. Çünki yalnız öz marağını güdən insanlar var ətrafınızda hələ də. Uzun müddətdir qapalı qalan məsələlər var ailə içində. Münaqişələr gündəmə çıxa biləcək. Lakin yenə də açıq söhbət aparacaqsınız ailə içində. Bir kursa, bir seminara yazılmışsınız. Orada da bəzi insanlarla dostluq edəcəksiniz. Dostluq yaranacaq aranızda. Bəzi rəfiqən ya bir dostun ya rəfiqənlə aranda bir incilik ola bilər, bir küskünlük ola bilər, məsafə ola bilər aranızda. Bu həftə ani xərclərə fikir verin. İşdə əldə etdiyiniz uğurlar ola biləcək. Yatırımınıza, risklərə yaxşıca analiz edin, sonra həyata keçirin. Hər detalı yenə deyirəm, diqqət edin. Biraz da bu həftə borclardan, kreditdən diqqətli olun. Kifayət qədər yatmırsınız, yuxu rejiminiz pozulub, bəzilərinizin yuxunuza fikir verin, diqqət edin, qidalarınıza diqqət edin. Biraz vitamin çatışmamazlığı bəlkə də övladınızdadır, baxırsınız, ürəyiniz ağrıyır. Bəzi duyğusal dalğalanmalar ola biləcək əzizlərim. Biraz rahatlanmaq istəyəcəksiniz. Ani biraz hərəkət, yəni ani addımlar atmayın. Çünki sizə qarşı gizli intriqalar, rəqabətlər var. Ona görə deyirəm, bu situasiyalara qarşı biraz ayıq olun. Biraz siz safsınız. Hər kəsə də bəzinizi, hamınız hələ deyilsiniz əzizim. Bilir kimdir ki, bax o dəqiqə inanırsınız. Qarşı tərəfə inanırsınız. Ona görə biraz diqqətli olun. Hisslərinizi, məntiqinizi birləşdirəcəksiniz və o uğuru əldə etmək üçün birləşdirirsiniz. Çox düşüncəlisiniz. Kiçik şeylərə belə əsəbləşə bilərsiniz. Lakin hər şey yavaş-yavaş gözəl olacaq. Huzursuz, xoşbəxt deyilmiş kimisiniz hərdən. Düzdür, hər şey mükəmməl olmaya bilər əzizlərim. Bəzi insanlar, düzdür, qusursuz insan da yoxdur. Bəzi insanlar elə bir sizi çox üzə bilər, çox sıxa bilər. Mirasla əlaqəli, təzminat məsələlərinə əlaqəli məsələlər ola biləcək. Tək olmaq artıq istəmirsiniz, çox darıxırsınız, sıxıntılarınız var. Küsənlərlə barışıq ola biləcək. Boşanmalar varsa da bəziləriniz, yəni o boşanmadan sonra gözəl addımlar atacaqsınız. Sakitliklə hər bir şey, bir boşanma da varsa ortada, sakitliklə hər bir şeyi çözə biləcəksiniz. Sevgi həyatında da deyərdim ki, qara buludlar qalxır üzərinizdən. Ayın 13-dən sonra tam rahatlanma, gözəl olan şeylərlə güclənəcəksiniz. Getməsi gərəkən olan gedəcək, onu saxlamayın. Yəni bəlkə də Allahın bir köməyi, dəstəyidir ki, bu getməlidir, sizin xeyrinizədir. Qarşı tərəfə çalışın, bu aralar çox anlayışlı olun. Üzərinə gedib qırmayın, həm qırıb, həm qırıla bilərsiniz. Gerçək sevgini də yormadan yaşaya biləcəksiniz. Ətrafında yalan danışan insanlar açığa çıxacaq.
öz səhvini etiraf edən biriləri ola biləcək. Yeni başlanğıc edirsiniz. Toy, nişana, bəzi yerlərə dəvət olunacaqsınız. Dövlət qapısında işləriniz düzüb qoşursunuz. Biriləri bir inatçı birilərinə kömək edəcəksiniz. Gözlədiyiniz xəbər təklifləri gələ biləcək. Həll edilməsi olan işləri həll edirsiniz. Gözəl gəlişmələr, açıq söhbət edəcəksiniz. Dedikodular, yəni dedikodular çox olacaq sizə qarşı. Zənglər də çox olacaq. Artıq o zəngləri götürmək istəməyəcəksiniz. Bəzi insanlarla artıq danışmaq istəmirsiniz. Biriləri getmiş, onu geri qaytarmaq istəyirsiniz. Bir torpaq satışı və ya torpağınız varsa torpağı satmaq istəyirsiniz. Bir ev xəyalındasınız, o evi çoxdan almaq istəyirsiniz. Biriləri ətrafında fırlanır, yalan dolan xəbər gətirib apara bilər. Biraz ona inanmayın, gələn yalanlara da biraz fikir verin, gələn təkliflərə, xəbərlərə. Gözəl xəbər önünüzə gələcək, gözəl işlər önünüzə açıq olacaq. İşlərinizi yavaş-yavaş tamamlayacaqsınız. Bəzi işlər askıda qalmış işləriniz var. Çalışın 4-cü günə qədər işinizi edin və ya hansısa bir işi 4-cü günə saxlaya bilərsiniz. 4-cü gündə o işi həll etməyə də bilərsiniz. Askıda qala bilər bəzi işləriniz. Sevinç göz yaşınız ola biləcək. Maddiyatla əlaqəli alacağınız xəbərlər, mücadilələr edəcəksiniz. Görüşdüyün insan biraz sıxıntılı bir insan ola bilər. Bunu fərq edəcəksiniz. Ona görə biraz yavaş-yavaş danışa-danışa uzaqlaşacaqsınız. Üzərinizdə çox göz, nəzər var. Bəziniz çox borca düşmüsünüz. Bu borcdan necə qutaracağım? Onu ona eləyirsiniz, bunu buna eləyirsiniz. Yəni ötüşdürə bu düşdüyünüz çətin bir vəziyyətdən çıxmaq istəyəcəksiniz. Artıq o qədər insana dəstək oldunuz ki, artıq yorulub deyirsiniz ki, heç kimə kömək eləməyəcəm, artıq heç kimə dəstək olmayacağım. Edirəm, axırda özüm pis vəziyyətdə qalıram deyirsiniz. Yəni biriləri söz vermiş, sözün üstündə durmamış. Bəlkə də birinə borc vermişsiniz, vaxtında deyib qaytaracağım, qaytarmayıb. Baxırsınız ki, yəni siz elə bir insanlardan dəqiq insansınız. Bugün, sabah. Yəni dəqiq danışmağı sevirsiniz, dəqiq də özünüzə o sözü götürmək istəyirsiniz. Ona görə vəd verib vədin üstündə durmayan insanlardan uzaqlaşacaqsınız. Biraz da bu aralar diqqətli olun əzizlərim. Zamin heç kimə durmayın. Borca çox girməyin əzizim. Bəzi təmir işlərinizi, evdə olan bəzi təmir işləri görəcəksiniz evinizdə. Ruzi qapılarınız yavaş-yavaş açılır əzizlərim. Övladınıza görə də bəlkə də qurban demisiniz. İnşallah ki, diləyiniz qəbul olaraq onu kəsəcəksiniz. Allah qoysa Allah deyən olsun. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.